Xoş gördük əziz dinləyicilər. Yəqin ki, bilirsiniz ki, 30 günlük atəşkəs məsələsindən Ukraynanın ciddidə razılaşdığı 30 günlük atəşkəs nəticəsində sizə bildirmişdim ki, top demək olar ki, Rusiyanın sahəsinə atılmışdı və bütün dünya gözləyirdi ki, Putin bu məsələyə necə cavab verəcək. Əlbəttə ki, Putin də cavab verdi. Düzdür, bir dəfəlik buna razılaşmamaq lüksü olmadığına görə müəyyən dolayısı yollarla bundan razılaşmadığını bildirmiş oldu əslində qalsa. Və bundan sonra artıq bütün dünyada məhz Trumpın necə cavab verəcəyini gözləyir. Yenə deyirəm, əsas məsələ ondan ibarətdir ki, çox sıxma, boğmağa saldılar Ukraynanı, amma Ukrayna Zelenski çox cəsarətlə bir manevr edərək bütün topu demək olar ki, Rusiyanın sahəsinə və Trumpın sahəsinə atdı. Artıq indi də cavabı Trump verməlidir ki, bu məsələni necə sona yetirəcək. Bununla bərabər həm də ən vacib olan məsələlərdən biri ondan ibarətdir ki, Ukrayna da zərbələrinə davam edir, Rusiya da hücumlarına davam edir. Ukrayna bu gecə Tuapsedə yerləşən böyük neft bazasını vurmaqla müharibəni davam etdirir. Rusiyanın da əlbəttə Kursk və Donbasda müəyyən, əsasən də Kurskda müəyyən irəliləyişləri qeydə alınıb. Amma ən vacib olan məsələlərdən biri ondan ibarət ki, Donald Tusk, yəni bilirsiniz ki, Polşanın baş naziri məhz Türkiyəyə səfər etdi və onun da açıqlamaları çox vacib nüanslardan xəbər verdi. Deməli, Donald Tusk bildirdi ki, biz Türkiyənin Avropanın təhlükəsizlik məsələlərinə çiyninə götürməsinə tamamilə razıyıq və Türkiyənin Avropa Birliyinə daxil olmasını dəstəkləyirik. Və bununla yanaşı Fransa prezidenti Emmanuel Macron da bildirdi ki, biz Kanada, Türkiyə, Böyük Britaniya və Avropa Birliyi ilə birlikdə təhlükəsizlik samiti keçirməliyik və bu ölkələrlə bölüşməliyik deyə demək olar ki, konfransa çağırmış oldu bir növ, yenidən birləşməyə çağırmış oldu. Yəni bu da bizə həm sevindirici məqam ondan ibarətdir ki, əvvəla Ukrayna üzərində təmərküzləşmiş diqqət artıq Rusiya üzərinə və Amerika üzərinə keçdi və Avropa Birliyi də bu mənada toparlanmaqla, Türkiyəni öz içərinə almaqla toparlanması da davam edir. Yəqin ki, artıq Avropa Birliyinin Türkiyəyə səfərləri də intensivləşəcək və Türkiyənin Avropa Birliyinin təhlükəsizliyinin qorunması qarantı kimi artıq bir neçə Avropa İttifaqı ölkələri bunu bilir, görür və nəhayət burada vacib olan kilit ölkələr daha doğrusu Almaniya və Fransadır. Əgər Fransa və Almaniya da bunda yekdil olarlarsa, böyük ehtimal artıq Avropanın təhlükəsizlik arxitekturası Türkiyə ilə birlikdə bütövləşəcək və bu əlbəttə ki, Azərbaycan üçün də, Qafqazın təhlükəsizlik məsələsi üçün də çox xeyirlidir. Biz ki, Azərbaycan Xarici İşlər Naziri bu günlərdə bəyanat verdi ki, artıq Ermənistan 2 dənə sülh sazişinin imzalanması üçün 2 problemə görə imzalanmırdı. Artıq o 2 problemin də bitdiyi, sülh sazişinin artıq tamamlandığını bildirir. Bu da bizim üçün xeyirli, uğurlu olar inşallah. Böyük ehtimal bu da dünyada baş verən hadisələrin davamıdır. Və inşallah Türkiyənin məhz Avropada oynadığı böyük rolla Qafqaza da sülh gələr və Azərbaycanın da təhlükəsizlik məsələsi əlbəttə qarant altına keçmiş olar. Təşəkkür edirəm.